Bismillahirrahmanirrahim. İmam Əli əleyhissalam buyurur: İnsanın nişanəsi budur ki, sənin ziyanına olsa belə doğru danışmağı, xeyrinə olsa da yalan danışmaqdan üstün tutasan. Mənbə Nəhcül Bəlağə. Salam, hər vaxtınız xeyir və bərəkət dolu olsun. İslami Dəyərlər verilişinin izləyiciləri. Zilhiccə ayının cümə günündə sizlərlə görüşə gəldik. Gəldik ki, bu gözəl, mübarək ayda və mübarək gündə sizlərə gözəl mövzularımızı təqdim edək. Bəli, mövzumuz bizim bugün yeniyetmələrlə davranış qaydalarından olacaq. Əgər mövzumuzun adı belədirsə, deməli qonağımız psixoloqdur. Qonağımız psixoloq Günel Tağıyevadır. Xoş gördük Günel xanım. Çox sağ olun Misale xanım, çox sağ olun. Günel xanım, artıq elan elədik. Mövzumuz yeniyetmələrlə davranış qaydalarıdır. Ümumiyyətlə, biz sizinlə əvvəlki verilişlərimizdə də yeniyetmələr haqqında bir neçə vacib olan nüanslara toxunmuşduq. Amma bu günləri daha çox verilən sual və bizləri də daha çox maraqlandıran müəyyən, belə deyək də, suallara cavablar var ki, sizdən almaq istəyirik. İlk sualımız belədir ki, yeniyetmələrlə davranış qaydaları necə olmalıdır? Yəni, necə edək ki, onların biz loru dildə deyək, dilini tuta bilək? Buyurun, sizi eşidirik. Gözəl mövzuya toxunmuşsunuz həmişəki kimi. Bu mövzular həmişə valideynləri çox narahat edir, daha aktual mövzulardır. Sizin də qeyd etdiyiniz kimi, öncəki verilişlərimizdə biz yeniyetməlik haqqında danışmışıq. Hansı yaş dövrlərini əhatə edir. Bugün isə daha çox davranış qaydalarına nəzər salacağıq. Yeniyetməlik insanın yetkinliyə addımladığı bir dönəmdir, qanın qaynadığı bir dönəmdir, yəni həssas bir dönəmdir. Həm psixoloji baxımdan, həm fiziki baxımdan tamamilə dəyişkən bir dönəmdədirlər. Bu eyni anda baş verir. Həm psixoloji dəyişkənliklər, həm sosial dəyişkənliklər, həm də ki, fiziki dəyişkənliklər. Ona görə də bu dövr yeniyetmənin narahat etdiyi kimi, onun valideynlərini də daha çox narahat edir. Amma deyək ki, çox da narahat etməsin. Nəyə görə? Çünki hər bir şeyin yolu, qaydası olduğu kimi, yeniyetməlik dövrünün də özünə məxsus xüsusi qaydaları var. İstər valideynlər bu qaydaları bilsələr, öyrənsələr, belə deyək də, uşaqların dilini tapsalar, elə də çətinliyi olmayacaq. Bu dövrdə fərdin özünə məxsus xüsusiyyətlərindən şəxsin xarakterləri ortaya çıxa bilir. Məsələn, narahatçılıqlar, daxili narahatçılıqlar onları, vasvasılıq, özünü idarə edə bilməmə, tez küsmək, tez ağlamaq. Fikir versəz, bu yaş dönəmində uşaqlar tez-tez küsürlər, tez ağlaya bilirlər, tez inciyə bilirlər. Valideynlər daha çox bunlardan narahatdırlar. Bu şikayətləri bunlardır ki, niyə belə oldu axı? Son zamanlarda görürsən çox ağlayır, özünə çox qapanıb, heç yerə getmək istəmir, daha çox aqressivləşib. Axı bu uşaq niyə belə olub? Ümumiyyətlə, Günel xanım, əgər biz götürsək yeniyetməlik dövründə, istər qız, oğlan fərqi yoxdur da, yeniyetməlik dövrü deyəndə bu qıza da, oğlana da şamil olunur. Bunların siz deyirsiniz ki, daha çox özlərinə qapanma və yaxud ağlama, daha tez küsmə. İndi inşallah bunların səbəblərini də bir qədər açıqlaya bilərsiniz. Burada bilirsiniz necədir? Uşaqlar daha çox əmr qadağalardan daha çox məsləhətləşməyə üst tutsalar daha yaxşıdır. Məsələn, uşaqlara əmr vermək əvəzinə, yəni yeniyetməyə əmr vermək əvəzinə, qadağalar qoymaq əvəzinə, onlarla dil tapıb məsləhətləşsələr, o qədər də problemi olmayacaq. Məsələn, onların fikirlərini öyrənib, o duyğularını lazımi istiqamətə yönəldə bilərlər. Düzdür, bu yaş dövründə qadağalara o qədər də tabi olmurlar, yerli, yersiz özlərini müdafiə edə bilirlər. Bu da səbəbi odur ki, çoxlu səbəbləri var, amma əsas səbəblərindən biri də budur ki, yeniyetmə diqqət çəkmək istəyir.
Məni görün, məni eşidin, məni anlayın. Yəni yeniyetmə demək istəyir ki, valideynlərim artıq bilsinlər ki, yəni özünü təsdiq və təqdim etməyə çalışır ki, mən artıq uşaq deyiləm, mən artıq böyümüşəm, məni də eşidin, mənim də sözlərimə dəyər verin. Belə olduğu halda o qədər də problem yaranmayacaq. Düzdür, burada təkcə ailə deyil, məktəb, sosial media, hər biri öz yerində uşağa təsir edir. Ona görə də amma hər bir şeyin də kökü ailədən başlayır. Doğru münasibət olarsa, o qədər də problem yaşamayacaqlar. Yeniyetməlik dövrü fırtınalı bir dövr sayılsa da, psixoloji baxımdan çox normaldır əslində. Yəni psixoloji baxımdan bir problemi yoxdur. Sadəcə olaraq bu həm yeniyetməni də narahat edir, valideynlərini də narahat edir. Deyək ki, bu dövr hər kəsdə eyni olmaya bilər. Bəzilərində çox hay-küylü, bəzilərində çox sakit keçidə bilər. Deyək ki, bir ailədə 2 qız övladı var və yaxud da ki 2 oğlan və yaxud da ki 1 oğlan, 1 qız övladı var. Valideyn görürsüz birindən çox şikayət edir. Deyir məsələn, oğlan bu dönəmi elə sakit keçirdi, elə sakit idi, amma qız məni çox incidir, çox aqressivləşib, hər şeyə küsəyən olub, hər şeydən ötəri ağlayır. Yəni daha çox görürsüz, belə deyək də, bu qayda qanun bütün uşaqlara şamil edilmir. Hər kəs də eyni formada olmalıdır. Fərqli ola bilər. Çünki həm fiziki baxımdan, həm mənəvi baxımdan, ruhi baxımdan insan dəyişkəndir, fərqlidir. Xarakter xüsusiyyətləri fərqlidir. Ona görə də bu hər birində fərqli ola bilər. Valideyn narahat olmasın ki, qız belə deyildi, oğlan məsələn daha çox məni narahat edir. Ümumiyyətlə bu narahatçılıqlar ki var ki, siz vurğuladığınız uşaqlarla bağlı, əsas da yeniyetmələrlə bağlı olan narahatçılıqlar ki var. Ümumiyyətlə bu narahatçılıqlara münasibət necə olmalıdır? Yəni bunlar ki, bu narahatçılıqlar göstərirlər, bəziləri siz dediyiniz kimi içinə qapanırlar, bəziləri hirsli olurlar, ağlayırlar. Münasibət necə olmalıdır yeniyetmələrə? Necə olmalıdır? Bu da gözəl sualdır. Valideynlər və yaxud da ki, böyüklər yeniyetmələrdən səbirli davranmalıdırlar. Onları anlamağa çalışmalıdırlar. Ən əsası da mən sənin yaşında. Bu kəlməni çox az işlətsələr daha yaxşı olar. Mən sənin yaşında belə idim. Çünki müqayisə edirik də. Mən sənin yaşında belə idim. Biz sizin yaşınızda belə olmamışıq. Onda bacı qardaşla da gərək biz bəli, müqayisə etməyək. Bacım belədir, sən beləsən, olmam. Hətta əkiz uşaqlarda belə bir sinifdə oxuyurlar. Deyək ki, biri çox dərslərinə məsuliyyətlidir, biri isə dərslərinə o qədər də məsuliyyətlə yanaşmır. Burada da biz deyə bilmərik ki, eyni uşaqsız, siz əkizsiz, adətən belə görünür ki, siz əkiz uşaqlarsınız, niyə biri yaxşı oxuyur, bax bacım nə qəşəng oxuyur, həmişə səndən şikayət gəlir. Bunlar nəzərə alaq ki, hər biri bir fərddir, bir şəxsiyyətdir. Eyni hesab edə bilmərik. Eyni ilə də onların hisslərini nəzərə almalıyıq. Valideynlər, böyüklər onların hisslərini nəzərə alsalar, onların əhval-ruhiyyələrini tez-tez soruşsalar, dərsləri ilə maraqlansalar, uşaq burada nə hiss edib, mənə dəyər verilir. Məni anlamağa çalışırlar, məni görürlər, məni hiss edirlər daha çox. Və sevgimizi onlara göstərməliyik. O sevgini biz onlara göstərməliyik. Böyüklərin, belə deyim də, uşaqlarla davranışı onların böyüklüyünə xələl gətirməz. Əksinə daha da hörməti artıracaq. Və bu da yeniyetməyə özünü yaxşı hiss elətdirir ki, böyüklər məndən nəzakətli davranır, məni başa düşürlər, başa düşən olmalıdırlar ən azından. Onlar bunu istəyirlər. Görürsünüz ki, bu yaş dönəmində daha çox dostlara meyil edirlər. Nəyə görə? Çünki dostlar onları qınamır, dost onu müqayisə etmir. Ona görə də dost tərəfə yönəlməsin deyənlər. Çünki ətraf mühiti biz daha yaxşı bilmirik. Dost çevrəsi necə olmalıdır, nəzarətdə saxlamalıyıq. Ona görə də bu halların olmaması üçün ən gözəl yolu doğru, düzgün ünsiyyət qurmaqdır uşaqla. Bəli, Günel xanım, doğru və düzgün ünsiyyət deyərkən artıq burada valideynlərin də boyunlarına belə də bir çox məsuliyyətli vəzifələr düşür də. Çətinliklərin içərisində siz vurğuladığınız kimi aram olmağı, onlarla hal-əhval tutmağı və belə daha yaxın bir kəlmə ilə desə, deyərdik ki, onlara daha yaxın olmağı buyurursunuz. Daha yaxın olmaq üçün ən gözəl yol onları dinləməkdir. Ünsiyyət zamanı ən gözəl yol dinləməkdir və insanın qəlbinə gedən ən yaxşı yol da onunla danışmaqdır.
Əgər biz yeniyetmə ilə doğru münasibət qursaq ailədə, inanın ki, valideynlər, yəni ata-ana bütün yaşlarda və hər yerdə övladına təsir göstərə bilər. Sevginin gücünü heç də zəif hesab etməyək. Bir də var ki, yeniyetməlik dövründə olan uşaqlar istəyirlər ki, az öncə də qeyd etdiyim kimi əmr verilməsin, məsləhətləşsinlər onunla. Valideyn bu zamanda övladı ilə məsləhət edərkən, yəni mən sənə diqqət yetirirəm, onun fikirlərini nəzərə alır və uşaq da burada o sevgini görür. Ümumiyyətlə yaxşı olar ki, ayda bir dəfə, yəni həftədə bir dəfə, heç olmaya ayda bir dəfə ailəvi bir məclis keçirilsin, iclas olunsun. İclas deyəndə burada yəni səmimi söhbət nəzərdə tutulur. Bir çay süfrəsi arxasında səmimi söhbət, hər hansı bir mövzu üzərində müzakirə. Burada nədir? Valideyn öz fikirlərini ifadə edir, yeniyetmə də öz fikirlərini ifadə edir və burada ki, yeniyetmə öz fikirlərini ifadə edir, həm onların duyğularının güclənməsinə kömək olur, həm də xarakterini inkişaf elətdirir. Valideyn də övladın verdiyi cavaba diqqət yetirsə, onun fikirlərini daha yaxşı anlayacaq ki, mənim övladımın fikirləri hansı istiqamətə tərəfdir və onu anlayandan sonra o istiqaməti düzgün göstərmək lazımdır. Əgər biz problemi başqa vaxta saxlasaq, indi vaxtım yoxdur, sonra danışarıq, inanın ki, bu yeniyetmə gec-tez sizlə ünsiyyəti kəsəcək. Çünki o həmin anda istəyir ki, daha ona təsirli olsun, onu dinləyən olsun, ola bilsin onun sözü onun üçün çox əhəmiyyətlidir. Bizim üçün əhəmiyyətli olmasa belə biz onu dinləməliyik, ona qulaq asmalıyıq. Əgər biz onu dinləməsək, o başqa onu dinləyən şəxsi axtarışında olacaq. Buna görə də müşahidələr göstərir ki, özünə inamsız gənclərin əksəriyyəti yeniyetməli çağında onlara lazımi mənəvi, o dəstəyi görməyənlərdir, lazımi sevgili görməyənlərdir ki, nəticədə də o diqqətdən, qayğıdan uzaq düşənlər lazımi mənasız qruplara belə yönələ bilirlər. Valideyn olaraq biz onları dinləməyə çalışmalıyıq. Dinlədiyimiz zaman təkcə bunu dinləmək deyil, davranışımızda da göstərməliyik. Təsəvvür edin ki, bir ata işdən gəlir və yorğundur, deyək ki, bütün günü işdə vaxtını keçirdir, evə gəldiyi zaman da boş vaxtlarını telefon, televizor qarşısında keçirdir. Belə bir valideynə hansı uşaq gəlib öz problemini danışacaq? Bir ata da deyir ki, mən həkim işləyirəm, işlərim çox olur, evə gəldiyim zaman çox yorğun oluram. Uşağımla vaxt keçirsəm də, cismən yanında olsam da mən ruhan onun yanında deyiləm və uşaq bunu hiss eləyir. Nəzərə alaq ki, valideynlərin də istirahətə ehtiyacı var. Yəni onlar da işləyirlər gün ərzində, onların da istirahətə ehtiyacı var. Biz yaxşı olmadan yaxşı olmağa çalışa bilmirik. Çalışa da bilmərik. Yəni. Ona görə də ilk öncə biz bu iki sualı gün ərzində özümüzə verməliyik. Nə hiss edirəm və nəyə ehtiyacım var? Nə hiss edirəm, deyək ki, narahatçılıq, yorğunluq hiss edirəm. Nəyə ehtiyacım var? İstirahətə ehtiyacım var, dinlənməyə ehtiyacım var. Bu iki məsələ öz həllini tapsa, biz həm yaxşı həyat yoldaşı, həm yaxşı valideyn, yaxşı dost, yaxşı işçi də ola bilərik. Çünki bu enerjimiz yayılır və uşaq bunu hiss edir. Bəli. Və nəzərə alaq ki, bu üç davranış uşağa çox böyük təsir edir, xüsusilə də yeniyetməyə. Bu davranışlar hansılardır? Birincisi ananın davranışlarıdır. İkincisi atanın davranışlarıdır. Üçüncüsü ata ilə ananın evdəki davranışları, evdəki münasibətlərdir. Bu üçüncüsü çox önəmlidir. Nəyə görə önəmlidir? Çünki insan dünyaya gəldiyi andan, yəni uşaq dünyaya gəldiyi andan rol model olaraq öz valideynlərini görür. Və onlardan görüb götürür ki, hansı bir problemin qarşısında valideyn necə davranır, necə reaksiya verir. Eynilə bu formada uşaq da bunu götürür. Biz hər nə qədər desək ki, yox belə deyil, bu belədir. İlk öncə o uşağın məktəbi ilə ailədən başlayır. Yeniyetmələr təmiz zehnə malikdirlər. Bu cəhətdən də cəmiyyətin xoşbəxt fərdləri sayılırlar. Təmiz zehnə malik olduqlarına görə də valideynlərdən çox şey asılıdır. Onların təmiz zehinləri boş əkin sahəsinə bənzəyir, belə təsəvvür edək. Hansı toxumu ora əkməyimiz biz valideynlərdən çox şey asılıdır. Nəyi əksək, onu biçərik də. Ona görə də onlarla ehtiyatlı davranmaq lazımdır. Həssas dönəmdir. Biz müqayisə edə bilmərik. Biz öz zamanımızda belə deyildik. Daha çox da sevgiyə ehtiyacları var. Elə buna görə də daha çox sevgiyə ehtiyacları var.
Günel xanım, onda elə o zaman belə deyək də, cəm etsək bütün bu danışıqlarımızı, sizin bizə vurğuladığınız əsas hissələri, elə isə deyə bilərik ki, yeniyetməyə daha çox vaxt ayırmalıyıq. Onu dinləməyə, onunla vaxt keçirməyə. Bəli, nəyə görə biz bu daha çox sevgi verməliyik, onları dinləməliyik? Nəzərə alaq ki, onların ətrafında onları yanlış yola sövq edən çoxlu amillər var. Nəyə görə daha çox diqqətə ehtiyacları var, nəyə görə çox dinləməliyik? Çünki nəyə görə çox sevgi göstərməliyik? Çünki belə bir yaş dönəmdədirlər ki, onların ətrafında onları yanlış yola sövq edən çoxlu amillər var. Nəzərə alaq ki, uşaqlar yanlış yola düşməsinin qarşısını alan ən əsas vasitələrdən biri də onlar ailədə, valideyn və övlad arasındakı doğru münasibətdir. Doğru münasibət olandan sonra biz onları yaxşı idarə edə bilərik. Onlarla yaxşı ünsiyyət qura bilərik, istiqaməti düzgün verə bilərik. Bəzi valideynlər də elə hesab edir ki, yəni belə düşünürlər ki, biz uşağa sevgi göstərsək, bu uşaq bizə hər istədiyini elətdirəcək. Bəzi valideynlər isə elə düşünür ki, daha çox qadağa olmalıdır. Amma ən yaxşısı ikisinin ortaq məxrəcidir. Həm qadağalar olmalıdır, həm də sevgi olmalıdır. Allah da bəndələrini çox sevir. Amma insan zərər görməsin deyə qadağalar da qoyur. Eynilə valideynlik də buna bənzəyir. Valideyn də öz övladına həm sevgi verməlidir, həm də ki, qadağalar qoymalıdır. Uşaq həm öz sevildiyini hiss etməlidir, həm də sərhədlərini bilməlidir. Biz əslində uşağın ərköyün olacağını düşünüb ona sevgi göstərməkdən qaçırıq. Məsələn, pul xərcləmək əvəzinə sevgi göstərin də demirik. Bunlar hər birisi özünə məxsus ehtiyaclar. Hər ikisi yəni özü ayrı-ayrılıqda bir ehtiyaclardır və hər biri də özünə məxsus şəkildə ödənməlidir. Valideynlər görürsünüz ki, daha çox deyir, bizim zamanımızda heç bu qədər sevgi mövzusu yox idi. Bizim valideynlərimiz bu qədər bizə sevgi vermirlər. Bizə nəsə olub bəyəm. Nəzərə alaq ki, bugünkü gündə oğlan və qızların yanlış münasibətləri keçmişdəkindən daha çoxdur. Ona görə də bu sevgini elə verməliyik ki, uşaq buna ehtiyac duymasın, ayrı yerdə axtarışında olmasın. Çünki bu onun təbii ehtiyacıdır. Bu təbii ehtiyac ödənməyəndə bunun axtarışında olur. Əgər kimsə bu ehtiyaca müsbət cavab verərsə, anında təsirinə düşə bilər. Özü elə bir həssas dönəmdir ki, fikir versəz, bəlkə də çox eşitmisiniz. Hətta uşaqlar daha çox bu dövrdə deyirlər, evdən sıxılmışam. Hətta evdən qaçıb getmək istəkləri belə olur. Nəyə görə bəs bunlar yaranır? Nəyə görə daha çox aqressivləşirlər bu dönəmdə? Həssas dönəmlərdir. O, axtarışında olduğunu tapmaq istəyirlər. Onlar üçün sadə görünə bilər, amma bizim üçün çox çətindir, valideyn üçün çox çətindir bu dönəm. Ona görə də bu ehtiyaclar ödənməlidir. İşimiz nə qədər ağır olsa da, günümüz nə qədər ağır keçsə də, biz bu sevgidən onları məhrum edə bilmərik. Çünki onların buna ehtiyacları var. Və doğru münasibət, sevgi niyə çox olmalıdır? Sevgi və doğru münasibət, hörmət, qarşılıqlı ünsiyyət uşağın yanlış yola düşməsinin qarşısını alan yeganə amillərdir. Bəli, Günel xanım, o qədər gözəl vurğuladınız ki, uşaqlarla bağlı olan bizlərin nə cür əməl göstərəcəyimizi, necə onlarla münasibətimizi quracağımızı çox xırdalıqlarına kimi o qədər gözəl şəkildə, aydın şəkildə başa saldınız ki, biz sizə təşəkkür edirik. Amma əgər bugün mövzumuz yeniyetmələrdirsə və məxsusən də siz bizim qonağımızsınızsa, o zaman bizi izləyən əgər yeniyetmələrimiz əminəm ki var. Yeniyetmələrimizə nə demək istəyərdiniz? Çünki onlar ailədə bir qədər öncə sözünüzlə vurğuladınız ki, onlar ailədə bəzən deyirlər ki, sıxılmışam. Amma onlar kənar olan şəxslərdən sıxılmırlar. Elə isə siz də onlara tanımırsınız, onlar da sizi tanımırlar, belə deyək. Onlara bax bu çəkiliş zamanında, bu kamera önündə bu gözəl yeniyetmələrimizə çılğın olan, həm fiziki baxımdan, həm mənəvi baxımdan böyüməyə addım atan olan bu gözəl balalara nə demək istəyərdiniz? Yeniyetmələrə onu demək istəyərdim ki, bu günlərin, ayların, hətta həftələrin qədrini bilsinlər. Öz yaşlarının ən gözəl çağındadılar
Yeniyetmə yaxşı olar ki, öz davranışlarına nəzarət etsin. O davranışlar ki, onlara sağlam gələcəyə addım atmağın qarşısını alır. O davranışlar ki, onları məqsədlərindən, gələcəkdəki hədəflərindən geri saxlayır, o davranışları etməsinlər. O, yəni mühit ki, onlara pis təsir edir, o mühitdən uzaqlaşsınlar. Özləri öz davranışlarını nəzarətdə saxlasınlar və yaxşı olar ki, dərslərinə ciddi yanaşsınlar, məsuliyyətli olsunlar. Gələcəkdə görəcəklər ki, həqiqətən də elmə sərf edilən vaxt nə qədər vaxt sərf etsək də o qədər azdır. Bu günlərin ona görə də qədrini bilsinlər, təmiz zehinləri var. Bu yaşlarını sağlam şəkildə inkişaf eləsinlər. Çünki sağlam gələcəyin sağlam gəncləri olmalıdır. Bizim də buna ehtiyacımız var. Yəni heç kim mükəmməl deyil. Heç kim mükəmməl olmadığına görə hər kəs bir yerdən başlaya bilər. Mükəmməl olmağa yox, yaxşı olmağa çalışsınlar. Bəli, təşəkkür edirik bir daha sizə. Bizim təklifimizi qəbul edib gəldiyinizə görə. Çox sağ olun, minnətdarım. Bəli, əziz izləyicilər, mövzumuz yeniyetmələr idi. Psixoloq o qədər gözəl vurğuladı ki, sağlam gələcəyin sağlam gənclərisiz. Elə isə sağlam gələcəyin sağlam gəncləri, ömrünüz bərəkətli, elminiz daha geniş və daha faydalı olan, cəmiyyətə xeyirli olan balalardan olasınız, biz sizlərə deyirik. Zamanəmizdə elə qədər çətinliklər var ki, bu çətinliklərin içində isə münasibətinizi əzizlərinizlə qurmağı və daha çox vaxt keçirtməyi sizlərə tövsiyə edərdik. Elə isə sizlərlə sağollaşırıq. Sağollaşır ki, gələcəkdə olan verilişlərimizdə yenə sizlərə aid hansısa bir mövzuları işləyib təqdim edək. Sağ olun, salamat qalın, Allah amanında.